Kəlbəcər rayonunda qəzaya düşərək həlak olduğu bildirilən İlahə Rəsul qızı Şahverdiyevanın ötən ilin yazında cavan oğlu da dünyasını dəyişib. Baku Postas xəbər verir ki, bu barədə Şahverdiyeva ötən ilin mayında sosial şəbəkələrdə paylaşım edib. Qeyd edək ki, bugün Nissan markalı avtomobil idarəetmədən çıxaraq aşıb, nəticədə sürücü 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyevanın həlak olduğu bildirilir. Hadisə ilə bağlı Şahverdiyevanın əmisi oğlu Anar Şahverdiyev Baku Postaza bildirib ki, İlahə Şahverdiyeva hərbi hissələrdən birində aşpaz kimi çalışırmış. Onun dediyinə görə xanım hərbiçi qəzadan sonra Gəncəyə hospitala aparılıb. Biz də yeni xəbər tutmuşuq. Bizə onun ölmədiyini, vəziyyətinin ağır olduğu bildirilib. Gəncəyə hospitala apardılar. Biz də oraya getdik deyə Şahverdiyevanın əmisi oğlu Şahverdiyev bildirib. Qeyd edək ki, İlahə Şahverdiyeva milli qəhrəman İsrafil Şahverdiyevin qardaşı 1-ci Qarabağ müharibəsi şəhidi Rəsul Şahverdiyevin qızıdır.